Salam, hər vaxtınız xeyir. Siz kanal üçün canlı efirdəsiniz. Xatırladım ki, bu Azərbaycanda yayımlanan ilk internet televiziyadır. Qonaq verilişinə baxırsınız. Bu həftə ilə studiyamızda qonaqlarımız var və qonaqlarımız da bugünkü mövzu ilə bağlı net müzakirə edəcəyik. Və mövzumuz isə Güney Azərbaycanda baş verən son olaylardır. Hansı ki, 5200 kvadrat kilometr olan bir Urmi gölü var və bu səbəb oldu ki, orada Urmi gölünün qurulması səbəb oldu ki, orada Güney Azərbaycanda 35 milyon soydaşımızın aksiyalarda və ixtisaslarda iştirak eləməsinə. Bununla bağlı studiyamızın qonaqlarını mən təqdim eləmək istəyirəm. Takın Bərbi Şurasının sədri Əjdər Tağızadədir və Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri Ruslan İzzətli və Qarabağ Azərkeşlər İmarət Fan Klubu mətbuat əlaqələndiricisi Elnur Quliyevdir. Hər üçünüzə xoş gəlmişsiniz sizlərimizə. Xatırladım ki, siz də qoşula bilərsiniz. Mövzuyla bağlı suallarınızda. Bunun üçün sadəcə kanalımızın saytından və eyni zamanda telekanal olmuş yazmaqla Skype vasitəsilə canlı suallarınızı ünvanlaya bilərsiniz. İlk öncə Əjdər bəyə söz vermək istəyirəm. Bu son olaylarla bağlı, bu məsələ ilə bağlı münasibətinizi bildirəsiniz. Sağ olun, təşəkkür edirəm. Bizi görənlərə və dinləyənlərə də salamlarımı çatdırıram. Bilirsiniz ki, indi Urmiya gölü dünyada örneği olmayan bir göldür və ən duzlu göldür. Duzlu olmağına baxmayaraq orada növü tapılmayan, başqa yerdə olmayan onun adalarında ceyranlar, ondan sonra kəllər və suyun özündə artumiya balığı var ki, onu demək ki, medisində işlənir və çox da bahalıdır, həddindən artıq bahalıdır. Ancaq İran adlanan yerdə olan keçmiş və indiki rejimin yanlış siyasətləri bu gölün, Azərbaycan Türkünün orada öz milli həyatı kimi bu gölün də axırına çıxmaq istəyirlər. Yəni nədən? Məsələn, çox adam çıxıb deyir və rejim də bəzi vaxtlar bunu deyir ki, quraqlıq olubdur. Quraqlıq olub dünənləri Dünya Azərbaycanlar Konqresinin bir sempozyum vardı. Orada da biri yaxşı dedi. Dedi ki, Urmiya gölü ilə Van gölünün arasında nə qədər demək ki, məsafə var. Və Van gölü qurumur Türkiyədə, burada Urmiya gölü qoruyur. Yəni sən demək ki, çayları bağlayıblar, üzərinə barajlar, sədlər qoyublar, bir 35 dənəsini qoyublar. Bunlar bir dövrə Haşimi Rəfsəncani dövründə bir baraj projesi başladılar ki, hər yanda baraj bağlayacaq. Bilirsiniz ki, İran adlanan yerinin ekonomisi bu 32 inqilabdan sonra keçib, orada inqilab keşikçilərin əlinə. Yəni, indi bütün iqtisadiyyat onların əlindədir. Bunlar o zamanda Rəfsəncani dövründə başladılar sədlər, barajlar tikməyə və bu yolu ilə böyük pulları mənimsədilər. Azərbaycanda da bu işləri gördülər, gətirdilər misal üçün. Gölə gələn, Urmiya gölünə gələn çayların qabağında bunlar barajlar bağladılar. Orada simenti var, armatoru var, ondan sonra oradan əldə olan elektriki və hətta suların qabağını kəsdilər ki, təsərrüfat işi üçün cəmaata suyu satsınlar və dövlətdən götürdükləri o layihə hesabına pulları da çoxlu pullar mənimsədilər və korrupsiya məsələsi bilirsiniz orada çox genişdir. İndi göl quruyur və millət də gözünün qabağında görür ki, göl quruyur və heç lazım deyil ki, Azərbaycanın güneyindən olan millətçilər və ya müxalifət, ya opozisyon söhbəti eləsin. Təkcə Tehran rejiminin Malla Məclisinə baxanda, sən görürsən ki, burada hər şey aydın. Özləri deyirlər ki, 14 milyon nəfər Azərbaycan Türkiyə bu göl qurusa, orada həyatını əldən verəcək, məcbur olaraq köçsün, geçsin. Siz bilirsiniz ki, Məhəmməd Rıza Şah dövründə bir dənə torpaq islahatı gətirdilər 1960-cı illərdə. Bu torpaq islahatı, axran islahatı bir oldu ki, Azərbaycan türklərinin 25% pişəvəri hərəkatındakı adamlar qaçıb Azərbaycan bərbad olmuşdu. 25% o Məhəmməd Rıza Şahın o inqilabı ilə Azərbaycanı tərk etdilər. Azərbaycanlar qoltuqlarında yorğanları, palazları getdilər Kirmanlarda, haralarda 1500 kilometrə, 2000 kilometrə öz vətənlərindən uzaq qara fəhliyə çevirdilər. Yəni siz hər yanda İran adlanan yerdə 1 milyon 650 min kvadrat kilometrdə maşın sürəndə elə genindən baxanda gördüm Bəndər Abbasla Azərbaycan, Türkdür. Cəlai vətən oldu millət. Pişəvəri hərəkatında bir tür cəlai vətən oldu. Məhəmməd Rıza Şahın dövründə bir tür cəlai vətən oldu. Hətta siz bilirsiniz ki, o zaman bu sonuncu padişahın atası oradakı Azərbaycanda demək ki, hər bahanə ilə Azərbaycanları qırdılar və güneydə böyük hadisələr baş veribdi. Və bunlar tarixli bir zaman üzü yazılır. Siz bilirsiniz ki, ermənilər soyqırıma 1-ci Azərbaycanın güneyində başladılar. 100 mindən, 150 mindən artıq adamı öldürdülər Azərbaycan. Onda Tehranda səhsiz oturmuşdu. Və bu balalar gəldi. Hətta o Rıza Şah gələndə özünü sonra Şah elam elədi. Urmiyanın adını dəyişdi, adını qoydu Rızaya. Gölün də adını dəyişdi, oldu Rızaya gölü.
Yəni, bunlar bu siyasəti həmişə yürüdürlər və bu rejim də bu dəfə deyir ki, göl qurusa, oradan demək ki, 14 milyon insan məcburdur gedən. Ona görə ki, 10 milyard... Yəni, məqsəd sırf budur. Bu da onun içindədir. Yəni, Azərbaycan hər zaman bunların gözündə demək ki, bir ögey bir şeydir. Ehtiyacları olanda gəlirlər Azərbaycanlıları 10 min savaşa yürürlər. Saddam Xumeyni savaşında Aşura leşkəri adında, nə bilim, Kəlbəra qoşunu adında bütün Azərbaycanlıların gəncləri apardılar, verdilər ölümə və yerdə qalan da qorxusu qırılmış. Hətta onlara bir türlü bir maaş kəsilib ki, Cenevrə təşkilatının tərəfindən ki, bunlar qollarını, qışlarını, gözlərini əldən veriblər. İndi hətta bu adı nədir, Əhməd-Nəcadın rejimi onların da pulunu vermir. 2 həftə bundan öncə minlərcə bu zəlili əlil olanlar yığılmışdılar Pastor küçəsində prezident aparatının qabağında da bizim maaşımızı verir. 2 ildir bizim maaşımızı vermir. Sənə görə savaşa getmişəm. Yəni bunların hamısı bir şeydir ki, rejimin bir demək ki, ay bilmədik, belə ol desən yox. Siz bilməyərək də bir siyasətin davamçısınız. Bu siyasət şahrist bir siyasətdir. Siz demək ki, ölkəni demək bərbad edirsiniz, Azərbaycanı məhv edirsiniz. Yəni burada bir şey var. Başqa onda deyirlər, gör nə deyirlər? Tehran rejiminin yandaşları deyir ki, Azərbaycanda göl quruyacaq, bir dənə mallacığaz, çıxır deyir ki, Azərbaycanda göl quruyacaq, Azərbaycanlar oradan geçsin. Vaxtıyla, bu dənə bu sadə sözdür, bu adamın beynində qalıb bu. Vaxtıyla deyirlər ki, Azərbaycanın bir parçasını Ruslar götürəndə bir dənə demək ki, qafasız, çıxıb 200 il bundan qabaq deyir ki, əşi nə inirsi, bu Azərbaycan canı yapışmış bir şaqquluz xəstəsidir, xəstəlicidir, bunu kəsəlim, atalım. Azərbaycanı kəsəlim, atalım. Yəni, həmişə bunlar bu fikirdə olublar. Hətta 2-ci Dünya Savaşı dönəmində də Moskvada görüşlər gedəndə İngiltərə, Amerika, Rusiya vardı. Bunlar yenə deyirlər ki, bu Azərbaycanı kəsib atalım. Amma kəsib ata bilmədilər və istəmədilər. Çünki xeyirlərinə döyüldü. Gələcəki savaşlarda, demək ki, çapolculuqda bunların xeyrinə olan şeylər vardı. İndi deyirlər ki, bunu demək ki, bərbad edəlim. Bir tərəfdən sən gəlirsən, gölü qurudursan, gölü məhv edirsən, amma zindanları doldurursan adamla. Bəs nədəndir sən ki, su tapırsan, amma zindanlar niyə dolubdur? 2 həftə içində sən nə qədər adam tutursan, niyə demirsən? Bəs onda Birləşmiş Millətlər Təşkilatı, demək ki, o yarandığı zamanlar indiyədək, birinci dəfədir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Qorucu o qurumu vardı, elan edir ki, bunların haqları vardı ki, bu ekoloji məsələsi üçün küçələrə çıxarlar, fikir keçirdilər və həbs aldıqlarını bıraq. Bunu Birləşmiş Millətlər Təşkilatı deyir. Və İran adlanan yerdən olan opozisyon ki, 100 ildir Azərbaycan məsələsinin, Türk məsələsinin boykot edirdi, indi o dilə gəlibdi. Və İran adlanan yerin daxilində olan rejimin özündən çıxan opozisyon da bunu deyir. İndi 2 həftədir yer gör, Azərbaycandan deyir və məsələ göldən keçir. Bu milli məsələdir. Bu Türkün savaşıdır bölgədə. O zaman Türkün savaşıdır. Biz bu dəstəyi dünyadan gözləyirik, Birləşmiş Millətlər Təşkilatına götürürük. Ən böyük dəstəyi Azərbaycanın özü verməli deyilmi? Biz verməli deyil mi? Bu dəstək Azərbaycan'a. Biz neçə dəfədir burada konferans qoymuşuq və hətta Dünya Azərbaycanlar 3-cü qurultayından öncə. Mən misal vermək istədim, gündəlik bu məsələ ilə bağlı nələr eləyir? Cinədə 100 ildir Azərbaycan Cumhuriyyəti dövlətində bu 100 ildə demək ki, bir dənə sindrom var. Hətta Sovet dönəmində də, ondan öncə də. Elə Azərbaycan Cumhuriyyətində, Azərbaycan muzeyində Nəriman Nərimanov dövründə də belə idi. Məhəmməd Əmbəy Rəsulzadə də ondan öncə. Elə Azərbaycanın quzeyində söhbət olacağın ki, güneyi var filan var, tez bir dənə bunlar nota verəydi bu konsulluğa. Yəni bu şeytan yuvasına. Bu ne? Demək, bu 20 il müstəqillik dönəmində də Tehran konsulları, səfirləri elə oyanacağın bir dənə aparırlar, nə deyirsiniz, notanı verirlər prezident aparatına, rəsmi yerlərə, ay dünəz üçün qəzetçilər belə yazdı. Amma onlar hər zaman Azərbaycanın yetkililərini, özəlliklə bu 20 ildə prezidentləri, nə bilim, nazirləri, hamısı təhqir edirlər. 2 həftə, 3 həftə bundan qabaq, orada bir dənə baş qərargahın rəisi var. Görmüşdük dünyada baş qərargahların rəisləri belə incə olarlar, ağırlıq olar. Bu adam 170 kilo, 180 kilodur, özünü də bərdə bilmir. Özü də qapıya güllə sıxanlardandır bu adam. Tanınmış Firuzabadıdır bu. Evin zindanında, demək ki, 70-ci illərin sonunda bir xidmət edib. O durur, Azərbaycan prezidentini, demək ki, təhqir edir və hədələyir, gələcəyindən qol. İndi burada bir söhbət var. Dəfələrlə biz Azərbaycan prezidentinə mətbuatından demişik. Demişik ki, cənab prezident, nədən çəkinirsən? Deyərək ki, bunlar demək ki, Nərimanovu internasionalizminə, beynəlmiləlçiliklə allatdılar. Məhəmməd Əmin bəy Rəsulzadənin başını qal etdilər. Şeyx Məhəmməd xiyabanının boğazına qoydular, Azərbaycan adını götür, Azadistan qoy. Həmin ki, gələcəki İrançılığı yola salanlar.
Deyək ki, Mirzəfər Bağırov 1000 dənə o repressiyada iştirak hər bir halda. Amma orada da bəzi siyasət yürüdürdü ki, Azərbaycanın xeyrinə bəzi siyasətlər var. Onun da başı Sovetə bağlı deyək ki, onun da gücü satmırdı. Ondan sonra deyək ki, Əbülfəz Elçi bəyə savaşı qaladılar və başqa işlər gördülər. Heydər Əliyev də deyildi ki, hələ gəlsin demək ki, bu savaş var filan. Azərbaycanın bugünkü prezidenti Əli Açıqdır. Cavan oğlansan, pulun da vardı, kimsəyə ehtiyacın yoxdur, Azərbaycan Cumhuriyyəti dövlətinin istiqlali əldən getməyəcək. Bir yerdə vardır ki, Amerikanın da, Rusiyanın da, Çinin də, hətta Tehran rejiminin buna ehtiyacı vardır. Sən də eləyə biləcəksən, bir dənə müstəqil siyasət qoyasan, dəfələrlə prezident deyib ki, 50 milyonluq Azərbaycanlı onun icabını yerinə yetirmək lazımdır. Azərbaycan prezidenti bugün açıqcasına desə ki, gölü niyə qurudursunuz, insanları niyə həbsə alırsınız, niyə olan insan haqlarını pozursunuz, niyə demək ki, Azərbaycanın, parçalanmış Azərbaycanın arasında kitabın gedib gəlməsinin, ziyalıların hərəkətinin qarşısını niyə alırsınız, mənə triyə göndərirsən, heroini təcə ilə adlanan yerdən gəlir, yüzlərcə ton, zindanlar qaçaqçılarla doludur. Casuslarla doludur. Hər iş görürsən, amma ziyalıların, kitabların gedib gəlməsinin qarşısını alırsan və 35 milyon insanın canına qənim olubsan, işgəncə edirsən, göldən də qalsan bunu işgəncə edirdin, vururdun, öldürürdün. Bu millətin dininə də qəsd edirsən. Ayətullah şəriət mədarını tutdunuz, qapazladınız, öldürdünüz. Və yüzlərcə insanı həbsə alıbsınız, işgəncə edirsiniz. Yəni, Azərbaycan prezidenti, Azərbaycan Cumhuriyyəti dövlətinə çıxıb bir söhbət eləsə, Azərbaycanın güneyində olan insanların haqqından danışsa, bu Azərbaycan Cumhuriyyəti dövlətinə bir çətinlik yaratmaz və Azərbaycan prezidentinin adı tarixə düşər. Yəni, bütün Azərbaycanın söhbəti, o istər-istəməz. Bu hadisə baş verəcək. Bu ərəb yazı deyirlər, ərəb baharı deyirlər, bu gəlir, bu hamını sulğalayacaq. Bu Hafız Bəşar Əsədi də, ondan sonra Qəzzafi sonuncu Nasiristdir. Qəzzafi pul paylayırdı, nefti ucuz satırdı, buraya bahar satırdı, millətinə verirdi və indi qaldığını ona gördü, amma onu da apardı. Ərəb dünyasında olan odur ki, millətlər ayağa qalxırlar, azadlıqlarını, demokrasini istəyirlər, bütün haqlarını istəyirlər. Azərbaycan Türkiyə niyə istəməsin? Bölgədə Kürt tədrübələri haqqını istəyir, erməni 25% torpağı ödədir, baxmayır, qabaq torpaqlar da bizimdir, sənə meydan oxuyur, amma bizdə 35 milyon qardaşımızı, millətimizi yaddan çıxardaq, verək bir avuç etnikin əlinə deyək ki, Fars, sən bundan hakimiyyətini oğurlayıbsan 100 ildir, indi başına da tapda, bunu da bir millət kimin demək ki, məhv edir. Amma mənim qinaətimə görə, dünya bunu görəcək və görməkdədir, başlayıb görə qəsd etdilər. Bu göl batmaya, bu rejimi batıracaq. Təşəkkür ederim. Ruslan bəyə söz vermək istəyirəm. Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olaraq bu məsələlərlə bağlı münasibətiniz və Bageti bu məsələ ilə bağlı nə işlər görür? İlk öncə kanunun rəhbərinə təşəkkür edirəm. Azərbaycanda saray televiziyalarından fərqli olaraq Güney məsələsini diqqətdə saxlayıb və sabah da bildiyiniz kimi 15 sentyabr Bakının Şamiyan quldur rejiminin azad olunması münasibət Azərbaycan xalqını təbrik edirəm. Güney məsələsi təbii ki, bəyə Urmi gölünü vurğuladıq. Bu Urmi gölünə görə deyil mənim fikrimcə. Bu hadisələr 89-cu il Azad hərəkatına çox oxşar bir hərəkatdır. Çünki bir millətin taleyidir. O zaman da Topxana meşəsində 2-3 ağac qırıldı, milyonlar insan meydana axışdı. Bu təbii ki, 2-3 dənə ağacın problemi deyildi, onun dərdi deyildi. İllərlə insanların içərindən yığılan problemlər idi ki, bu hadisənin bir üzə verdi. Bu İran rejimi də son inqilabi rejim götürək, 79-dan bəri 30-40 illik rejim İnsanlar repressiya, həbsdə atıb, həbsdə istər qadın olsa, istər kişi olsun, zorlanıb, minlərlə insan vətənindən mühacir şəkildə xaric keçir. Bu ağırlar, bu istiraflar Urmi gölünə görə üzə çıxılır. Və bu proseslər 2006-cı il proseslərindən fərqli olaraq biz elə etməliyik ki, bu proseslər ləngiməsin, zəifləməsin, çünki 2006-cı il prosesdə milyonlar insan çıxdı meydanlara və heç bir nəticə əldə edilmədi. Amma biz bu prosesdən elə istifadə etməliyik ki, bu prosesdən hansı bir nəticəsi olsun və xüsusilə də bu proseslər 2 dənə böyük bir qurum məsuliyyət daşıyır. Biri Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hakimiyyətidir. Biz bu iki qurumdan daha çox ummalıyıq və bundan dəstək istəməliyik. Başqa dövlətlər, başqa qurumlar da fikir bildirməlidir, çünki orada insan haqları var. Birinci BMT ilk dəfə yarananda 40-cı illərdə ilk müzakirə olması məsələ Güney Azərbaycan məsələsidir. Amma çox təəssüf olsun ki, hələ də Güney Azərbaycan məsələsinə baxılmayıb. Quzey Azərbaycan hakimiyyəti isə bu fikrə münasibət bildirmir. Çünki dünya Azərbaycanların prezidenti deyir sözünə, orada yaşayan 35 milyon Azərbaycan Kürt deyir, Talış deyir, Türklə bana sən fikir bildirməlisən. Bu heç bir ölkənin daxil işi deyil və sən öz xalqını, öz millətini müdafiə edirsən. Məsələn, Polşa dövlətinin bir konstitusiyasında belə bir şey var ki, Polşa hökumətinin prezidenti bütün harda yaşamaq əsasında Polşalıların hüquqlarını qorumaq borcu var. Azərbaycan prezidenti buna borçludur, nə qədər gec deyil. Və təbii ki, yəqin bu kanalı da... Yaxşı, o zaman bu
borcludur deyirsiniz, amma bunu etmir deyirsiniz həm də. Səbəb olaraq nəyə göstərə bilərik? Bu da təbii ki, iki səbəb olar. Ya millətinə, vətəninə bir sayğısızlıq, ya dövlətin təhlükəsizliyi. Mən istəməzdim, mən prezidentin belə qəbul edəm ki, vətəninə, millətinə sayğısızlığı. Yəqin dövlətin təhlükəsizliyi var, amma dünyanın ən məşhur saytı var, Popular Wikileaks saytı. Bu yaxınlarda İran məsələsinə görə bir sənədlər açdı ki, İran burada necə güclü işləyir və hansı qurumlar var. Hətta qurumlar adını çəkdi. Tehran Xeyriyyə Mərkəzi, Xamneyi Xeyriyyə Mərkəzi, Qızıl Aypara Cəmiyyəti burada güya tibblə məşğul olur. Səfirə ilə qədər bağlanan qurumlar var, mədəniyyət mərkəzləri var ki, adı mədəniyyətlə güya kültürlə məşğuldur, amma Lahıcda, Azərbaycanda, Bakının kəndlərində din təbliğ ilə, şiəçilik təbliğ ilə öz dini ideologiyasını. Yəni Məmməd Əmin rəhmətli deyirdi ki, İran Fars molla rejimi, Farslar öz ideologiyaları, özlərinin qoruması üçün şiəçilik ideologiyasından istifadə edirlər. Bunlar da Azərbaycanda öz dinini, öz İrancılıq ideologiyasını yaymaq üçün birinci din və şiəçiliklə istifadə edir. Nə qədər gecikdir, Azərbaycan hakimiyyəti, Azərbaycan Təhlükəsizlik Nazirliyi və Azərbaycan qurumları buna mütləq fikir bildirməlidir. Əgər fikir bildirilməsələr, dünənə qədər Azərbaycan dinçilər o qədər güclü deyildi, amma hicab məsələsinə baxdığınız ki, minlərlə insan meydanlara çıxdı və Təhsil Nazirinin qabağında son 10 ildə görünməyən aksiyanı 5 ildə dinçilər göstərdi. Ona görə mütləq Güney Azərbaycanın dəstək olmalıdır. O ki, qaldı bütün Azərbaycan gənclər təşkilatı yarandığı gündən təbii ki, hər bir Azərbaycan vətəndaşının borcu kimi bizim də borcumuz Güney Azərbaycanı qaldıraq və son biz 5-6 ayda əsas gücümüzü nəyə vermişik? Beynəlxalq qurumlarla işləməyə. Və avqustun 27-ci aksiyalarının sabahı biz bütün səfirlərə məlumat verdik, hətta yazılı şəkildə məlumat verdik və mən bu yaxınlar Gürcüstandan qayıtdım, Gürcüstanda görüşlərimiz olurdu, məlumatları bildirdik. Təbii ki, səfirlər bir də o qədər diqqət ayırmasalar da, o qədər fikir bildirməsə, bəyanatlar verməsələr də, amma biz onlara məlumat çatdırdıq. Çünki Azərbaycanda 2 nəfər tutulur, həbs olunur ki, müxalifətçi, Avropa Şurası, digər qurumlar fikir bildirir, Azərbaycan müxalifəti bəyanatlar verir, amma çox təəssüf ki, 2 yox, onlarla insan həbs edilir. Məsələn, dünən elə 2 nəfər həbs edildi. Mehdi Usuli və Nəsurullah Ərdəbildə tutulublar. Bunlar bir ayda 2 dəfə tutulurlar və içəri salınırlar. Sonra dünən ki, mən deyirəm, ondan əvvəldən yüzlərlə insan həbs edilir. Amma nə Azərbaycan hakimiyyəti, diaspora naziri, nə Azərbaycan müxalifəti, nə Azərbaycan hüquq müdafiəçisi bu haqda bəyanatlar vermirlər. Əgər insan haqlarını qoruyursansa, insan haqlarına demokratiyanın səhət elə bir anlayışı yoxdur. Sən harada insan haqları pozulursa, ona fikir bildirməlisən. Şimali Koreyada Amerikanın bir jurnalist tutulur, keçmiş prezident gəlir Bill Clinton onu çıxardır və aparır Amerika. Bu niyə? Çünki vətəndaşına, millətinə sayğılıdır. Onun Amerika vətəndaşıdır və hər bir vətəndaşın hüquqlarına qorunmalıdır. Müxalifətinə, iqtidarına asılı olmayaraq Güney məsələsinə fikir bildirməlidir. Və çox son zamanda bir gözəl hadisə olub. Dünənə qədər Güneydən danışanlar, gülənlər, bugün kimlərinsə zənginə, kimlərinsə tapşırığına görə Güneydən danışırlar. Mən istərəm bu 5 günlük, 10 günlük olmasın, həmişə olsun. Çünki Güney Azərbaycanına qədər biz qabartmamışıq. Bizim burada dövlətçilik təhlükəsizliyimiz var. Bizim burada İran baskısı var burada. Ona görə biz ən azı dövlət olaraq İran baskısından qurtulmaq üçün 35 milyon haqqını qaldırmalıyıq. Baget olaraq da biz bu məsələni qaldırırıq. İndi bizim sabah BMT-nin əleyhinə bəyanatımız olacaq. BMT və Azərbaycan hakimiyyəti niyə buna fikir bildirmir? Çünki mütləq fikir bildirməlidir. Avropa Şurası var. Mən Fransada görüşən Avropa Şurasının prezidenti danışanda Sənab Yaqinov o dedi ki, İran Avropa Şurasının üzvü deyil, oraya bizim təhsil mexanizmimiz yoxdur. BMT təhsil etməlidir. Həqiqətən də İran da Azərbaycan da BMT-nin üzvüdür və hər bir dövlət orada üzvü olanda onun öhdəliyi var. İran da öhdəliyi yerinə yetirilməlidir. Təşəkkür edirik. İzləyicilərimizə xatırlatma vermək istəyirəm. Kanal üçün canlı efirindəsiniz. Qonaq verilişinə baxırsınız. Mövzunuz isə son zamanlar Güney Azərbaycanda baş verən olaylarla bağlıdır. Bir qonağımız daha var, Elnur bəy. Hansı ki, son zamanlar bu Azərbaycan futbol komandalarının oynadığı görüşlərdə, oyunlarda Güney Azərbaycan məsələlərini önə çəkən İmarət Fan Klubu. İstəyirəm, belə diqqət çəkmişsiniz və istəyirəm bu klub haqqında biraz məlumat verirsiniz. Məqsəd nədir yaranması, nə vaxt yaranıb? İmarət Fan Klubu bir il əvvəl yaranıb. Məqsəd Qarabağı dəstəkləməkdir, Qarabağ futbol komandasını. Çünki bizi Avropada yüksək səviyyədə təmsil edir Qarabağ. Biz istədik ki, ona layiq azarkeşlər olsun. İmarət Fan Klubunu yaratdıq. Ancaq tək futbolu dəstəkləmirik biz, Qarabağı dəstəkləmirik. Vətəndaşlıq borcumuzu gözəl anlayırıq, çalışırıq, öz vətəndaş borcumuzu, hər bir mövqeyimizi bildirək belə məsələlərdə. Və biz bildik ki, bizə internet qaynaqlarından xəbər çatdı ki, oxuduq, gördük ki, bəs Güney Azərbaycanda bizim həmvətənlərimizə qarşı haqsızlıq olur, tuturlar, döyürlər, onlara qarşı zorakılıq var. Biz istədik, biz öz mövqeyimizi bildirək. Yığışdıq, uşaqlarla qərara gəldik ki, plakat atacaq, buna öz ehtiracımızı bildirək və şüar səsləndirək. Və biz getdik Qazaxıstanla Azərbaycan-Qazaxıstan oyunda getdik meydancada. Biz o şüarı səsləndirdik, Azərbaycan bir olsun, istəməyən kör olsun. Və bizdən təsirlənib minlərlə adam bu şüarı səsləndirdi. Və oyundan sonra da biz
çıxdıq oyundan sonra stadionun qırağına bu şüarımızı səsləndirdik. Bizə də yenə çoxlu insanlar qoşuldu, şüar səsləndirməyə başladılar. Bu videolarda da var, yerləşdirmişik internetə. Bu videolarda bir də bu oyun zamanı ondan sonra xəbər yayıldı ki, orada bir çox həbslər olub, bu gəncləri həbs ediblər. Oyundan əvvəl bizə bildirmişlər ki, biz onu keçirməyək, əslində amma keçirməyək. Bizə əvvəlcən tapşırmışdılar, amma biz öz mövqeyimizi bildirməliyik. Yəni bizim vətəndaşlıq borcumuzu ki, onu bildirək. Biz bildirdik onu, amma hamı bilir ki, biz siyasi qurum deyilik. Sadəcə futbol azarkeşləririk. Ona görə də bizə həbs olunan olmuşdur. İmarət sözünün mənası nədir? İmarət sözünün mənası, İmarət Ağdamdakı stadionun adıdır. Qarabağ xanlarının Cıdır meydanı olub, Xurşudbanu Natəvan yaylaqları olub. Xurşudbanu Natəvan Pənah xanın, Mehdiqulu xanın yaylağı olub. Həmin yerinə götürülmüşdür. Suallar var, onu səsləndirmək istəyirəm. Cavid Əliyev sual verir ki, Güney Azərbaycanda olan bu hadisələr niyə diqqət aşağı səviyyədədir və bunu nə ilə əlaqələndirirsiniz? Bəlkə də Kivlərdə təbliğat aparılmır və ya şadlıq evləri əvəzinə kitablardan, əsərlərdən danışılsa daha yaxşı olmazmı? Demək ki, təşəkkür edirəm Cahil bəy. Bir məsələ var da burada, bir şey aydınladaq. Azərbaycanın güneyi haqda sanksiya və bir türlü deyək ki, sanksiya. Yəni bu bir sindromdur, amma elan olunmamış bir mətbuat və media xəbərləşmə sanksiyası vardır bunun. Yəni bir şeyin vaxtı gəlib bunu söyləyək ki, indi Azərbaycan Cumhuriyyəti dövlətində demək ki, insanlar vardır ki, bunlar belə fikirləşirlər ki, əgər keçmişdə Sovet dönəmi kimi Azərbaycan Cumhuriyyəti dövlətini, Azərbaycanın kiçik bölümünü bir dasiya çevirsələr, biraz pulları olsa, rəhmətli ki, Ozal, Turqut Ozal bu 90'larda bura bir xəbər göndərirdi, mən onu yaxından bilirəm. Siz neyin edirsə bu güney məsələsini Quzeydə danışırsınız? Əvvəz Elçivə və onun yandaşları niyə danışır bunu? Neftüz vardı, satarsınız, gətirin biz də oradan sataq, siz də pullaşın, siz də kefsəkin biz də. Amma bu məmləkəti Rus parçalamışdı, Rus götürmüşdü. Azərbaycan Türkü və Azərbaycanlılar Azərbaycan Cumhuriyyətində Sovetə sinə gəldi. Təbriz deyərək, Güney deyərək, Türk deyərək bu məmləkət müstəqil oldu. Nəyə görə? 4-5 dənə demək ki, kimsənin holdingi var, kimsənin bilirsiniz nə var, dünyada gülərlər. Əgər sənin holdingi var, hər bir Azərbaycan Türkiyə, hər bir Azərbaycanlı istəyir ki, Azərbaycanda hamı varlı olsun, dünyanın hər bir yerində pasportunu çıxardanda hörmətlə qarşılansın və burada bir məsələ gəlir ortaya ki, əgər bu günləri Azərbaycan Cumhuriyyəti, dövləti müstəqil olub, onda bir ildə insan yaşayırsa, o deməməlidir ki, mən demək ki, Güneydə mənim nəyə ehtiyacım var? Elə mən bu parçanı götürüm. Onda sən də demək ki, Türkmən çay, Gülüstan müqabiləsinə imza atırsan. Sən də o xor dəstəsinin bir hissəsisən. Sən məmləkətin bir hissəsini götürürsən, demək ki, əldə edirsən. Sən separatçı olursan. Sən qəsb edirsən məmləkətin bir parçasını. Rus oğurlamışdı. Sənə nə? Sənə nə ki, əlbəttə, hər kəsin bu məmləkətdə yaşama haqqı vardır. Amma Azərbaycanı, Azərbaycanlı və Azərbaycan Türk'ü parçalamağa var dövlətin nə qədər də olsa haqqı yoxdur. 10 milyarddan pulu olsun. Amma durub deməməlidir ki, Təbriz haradır, Ərdəbil haradır, Zəncan haradır, demək ki, Urumiyə gölündən mənə nə var, necə sənə nə var? Vaxtıyla 15 il bundan öncə Azərbaycanın güneyində insanlar ayağa dururdu, kötək yeyirdilər, dubinqa başlarına vururdu, deyirdi, Sur, Sida, Kəlbəcər. Kəlbəcər deyirdi, Qarabağ deyirdi, indi də Qarabağ deyir. Azərbaycan bayrağını qaldırmağa görə həbslərə gedir, zindanlara gedir, qardaşım deyir. Nə dildə danışırıq? Azərbaycan türkçəsində danışırıq. Biz bir millətik. Kim gəlib deyir ki, biz bir millət deyirik? Nəyə görə? Hansı səbəblərə görə? Parçalanmış millətdir, parçalanmış ölkədir, parçalanmış dövlətidir. İndi bu demək ki, şərait belə gəlib ki, yox, Almanlar parçalanmışdılar, bütövləşdilər, Almanlar bizdən artıq bir şey deyil. Elə deyil. Koreyada da savaş verirlər, Vietnam da bütövləşdi. İndi deyil, bunlar köhnə söhbətlər deyir, nə bilimi 90-cı ilin söhbətləridir. Yara sağarmayacaq yaradır. Yara sağarmayacaq yaradır. Azərbaycan parçalanıb və onun adına bir ölkə vardır. Bu günləri hansı silahlı Kürd atlanır Qəndildən, bir dəstəsi ənir Güneyə, bir dəstəsi Türkiyəyə, bir dəstəsi başqa yerə. Siz baxın, Suriyədə olan hadisələrdə də Kürd orada ayağa qalxır Qamışlıda, Türkiyədə də görürsünüz nə işlər çıxardırlar və İran adlanan yerdə Azərbaycanın güneyində də neyinlər? Özləmimizi Kürd kimi durub əyə. Bəs bunlar nə istəyirlər? Bizim toprağı da istəyirlər, amma demək ki, amma biz gələk Türk olaraq deyək ki, hə nə olsun, bir parçasını demək ki, Dərbəndi Rus aparsın, ondan sonra demək ki, bir hissəsini Gürcüstanda geçsin, Borçalı, o boyda Borçalı, tarihi Borçalı heçə geçsin,
İndi dost ölkədə də yığdır qalıbdı, orada da demək ki, gətirirlər hansı vali, hansı kəsilən millət vəkilini seçirlər, kütdən qoyurlar, da demək ki, orada kütlər çoxunluğu təşkil edərmişlər Azərbaycan topraklarında. Güney də deyər ki, səsini çıxarmır, Kuzey də deyər, qardaş, bizim burada keçinəcəyimiz yaxşıdır. Mən Allahdan istəyirəm sənin altında 200.000 dolarlıq yox, 1 milyon dolarlıq maşının olsun. Amma onu bil ki, sən qaba bir dənə sadəcə bir Sovetin məmurcığazıydın. Millətimiz ayağa qalxdı, Təbriz dedi, Azərbaycan dedi, şükürlər olsun, Azərbaycan müstəqil oldu, bayrağı dalğalandı. Mən sol tabandan gəlmişəm. 22 ildir də bedava, məvacibsiz bu dövlətə, bu dövlətçilikə, bu dövlətin atributlarına xidmət edirəm. Amma Azərbaycanı bütöv görərək, misal üçün, hamı gözləyir ki, gəlin Qarabağ deyil. Bəli, Qarabağ mənim bir parçamdır. Mənim toprağımdır, Güneyli, Kuzeyli fərq etməz. Amma Qarabağ deyənəcək yaxşıdır. Demək ki, biz durub deyəcək ki, orada soyqırım oldu, Toplana meşəsini kəsdin sən, Əskəranda belə elədin, Xocalını demək ki, qanına qartan elədin. Ondan sonra başqa məsələlər biz onu dedik. Amma elə deyirsən ki, Təbriz də var, Ərdəbil də var, 35 milyon. Yox da qardaş, ondan danışmayaq. Necə ki, mənim qulağım eşidə filan demək ki, müşavir götürür mətbuata zəng açır ki, o Güney məsələsini qabartmın. Hətta Azərbaycan prezidentinin qurultaylarda danışdığı, ikinci qurultayda danışdığı ki, 50 milyon Azərbaycanlı var. Prezident gedir demək ki, Bruseldə danışanda mətbuatda Azərbaycanlıların güneydə haqqı var, insan haqları var. Kazakistanda gedir danışır, Azərbaycanda tapşırıqla Cumhuriyyətə prezidentin sözlərini sensur edirlər. Deyirlər, bu güneylə məsələləri yayma, prezident danışsa da. Gör, nə qədər cəsarətli məmurcığazlar var. Gör, millətə qarşılar, nə qədər adamlar var. Sənin nə haqqın var, götürəsən jurnalistlərə zəng açasan və deyəsən ki, filan yerdə o söhbətlər onu yayma. Azərbaycanda əgər media azaddırsa, bəs niyə bu televizyonlar demək ki, hər şeyi yayırlar Azərbaycanlılar? Belə, nə bilim, biz millətin də xoşu gəlmir. Amma Güney məsələsi gələndə mən əminəm ki, mən buna 100% əminəm ki, bu günləri Azərbaycanda millətin çoxunluğunun evində Güney məsələsinin söhbəti gedir. Ancaq bu gərək mediada, mətbuatda öz əksini tapsın. Sən bunu göstərməlisən. Və bu da gəlir ona çatır ki, təkcə xeyri hələ bir də budur ki, Azərbaycan Cumhuriyyətinə əgər Azərbaycanın güneyində millət öz haqlı haqqını əldə edəcək, onda ermənin tərəddüdü oradan bağlanar. Onda erməni eləyə bilməz Farsla gətirə demək ki, oradan, nə bilim, Azərbaycanın qəsb olunmuş torpaqları üzərindən bazar yaradar, neftini oradan gətirəcək, qazını oradan gətirir, hətta Rusiya verən silahı aparır, Xəzərdən fırladır, oradan gətirir. Onda deyirlər ki, erməniyə yox deyər, odur ki, deyirlər ki, və deyirdilər ki, Qarabağın azadlığının bir türlü yolu Təbrizdən keçir. Güney ayağa duranda sən təhqq almazsan, bəyə Ruslan bəy dedi, çox adamdan zaman deyirlər ki, hətta biz orada qarışsa onların məsələlərinə, orada demək təhlükəsizdir, heç zad eləyə bilməzlər. Tehran rejiminin buynuzu sınıb, bir türlü o cinayətkar Səddam Hüseyin, Xomeyni buynuzunu sındırdı, verdi olduğuna. Dünya ictimaiyyəti də bunların əməllərinə görə, bunların hesab-kitabına yetişib gedib, demək xaricdə terror eləyə bilmir. Azərbaycanda eləyə bilməyib, eləyə də bilməz bir nəfərinin burnunu qanada. İmkanı yoxdur. Düzdür, vaxtıyla burada nə kim cihazları uğurladılar, apardılar. Amma kim cihazlar burada deyə bilməz ki, sən nə cür yeri, nə cür. Amma, və ya soydaşlarımıza söylədilər. Burada demək ki, adı nədir, ocaq necədir, burada nə iş var? Biri ondan soruşmur ki, sən Bakının göbəyində Dünya Azərbaycanlar Kongresi olaraq, Azərbaycan Cumhuriyyəti tərəfində dayanaraq, dövlətin vətənini sevən kimi bizlər, Dünya Azərbaycanlar Konqresini biz qeydiyyatdan keçirdə bilmirik. Bir balaca yer tapa bilmirik. Adamlar otururlar Bakının göbəyində, Ağay Ocaq Nəcat, bu adamdan uşaqlığından tanıyıram, mətbuatda təzədə yazdılar. Bu işlərlə məşğul olunur. Bu adamı, bu Ocaq Nəcat iki qardaşlarını uşaqdan mən tanıyıram Ərdəbildən. İndi onu Ayətullah və Azərbaycan gənclərinin beyinləri yeyir. Bir yetkili də çıxıb demir ki, ay balam, səfirsən, səfir bir ölkədə qalar, 2 dənə mandat periyodu bir prezidentin. Ya 4 il, 5 il, 2 dənə 5 il olur. Onu tutardı çıx get də. Vize ilə gəlibsən, Azərbaycanda vize ilə qalmaq olur. 1 illik viza var, nə bilim 3 aylıq var, 1 aylıq. Viza tutardı çıx get. Oturursan, nədəndirsən hər yanında demək ki, gedirsən insanların o demək ki, boşluqdan ki, Sovetdən sonra əmələ gəlib ondan su istifadə edirsən, kimsə bundan soruşmur və başqa adlarla. İmdad Komitəsi adı ilə, ondan sonra siz yadınızdadır. Elə ki, demək ki, erməni təcavüzündən sonra insanlar qarşı gətirib bir tikə çörəyi tuturdular. Reklamlardan sonra insanlara bir tikə çörək verirdilər, amma onların ağıllarını, inanclarını, dinlərini oğurlayırdılar. Və hətta demək ki, Azərbaycana qarşı da qoyurdular.
Həmin adamlar buradan yığılar komitə imdad adına, ondan sonra Ocaq Nacadın mərkəzi mədəniyyəti adına və yaxud başqa İmam Xomeyni, Xameneyinin demək ki, o kömək, yardım mərkəzləri adına insanları, cavanları göndərirlər buradan Quma, Şah Abdüləzimə, Məşədə. İnsanlar da gedir, gələndən sonra o insan deyir. Necə ki, Sovet dönəmində xaricdə adamları gətirirdilər, turist mindirirdi, Sovetin o bəzəkli yerlərini görsədirdi. İnsanlar da qayıdıb gedəndən sonra deyir ki, Sovetdən gözəl yeri yoxdur. Ancaq milyonlar insanın inildədicini, xalqların inildədicini göstərmirdilər. Sonra açıldı hər şey. İran adlanan yerdə də yüz minlərcə, milyonlarca insanlar başda Azərbaycan, Türkiyə olmaqdan bu rejimin demək ki, faciələrindən və 80 illik fars şovinizminin əlindən cana gəlibdir. İndi zindanlar da doludur. Ancaq Bakının mərkəzində hər bir mallacığaza, İran adlanan yerdən gələn və yalandan bir demək ki, belə xoşgörü özünü göstərənlərə yer var. Amma Azərbaycanın güneyindən, güneyli adı ilə gələnlər min cürə çətinliklərə rast gəlirlər ki, bu da sonranın söhbətidir. Suallardan vermək istəyirəm. Vüsal bəy soruşur ki, Ruslan bəy sizcə bu xalqın diqqətini Qarabağ məsələsinə yayındırmaq üçün siyasi oyun deyilmi? Ümumiyyətlə, güneydən danışanlar heç zaman Qarabağa göz yummurlar. Ümumiyyətlə, millətin dərdinə bütöv yanaşsan. Bütövlük böyük bir şeydir. Demokratiyada, insan haqlarında da, vətəndə də, millətdə də. Bütöv Azərbaycan deyəndə bir millətin birini düşünüb digərini qaldırmırsan. Təsəvvür edin, güney ilə quzey bir millətin iki övladıdır. Birinin haqqını qaldırırsan, digərinin haqqını qaldırmasan, bu haqsızlıqdır. Qarabağ məsələsinə qaldıqda bu ili Bageti Qarabağ elan edib. Orta məktəblərdə, bəzi universitetlərin fakültələrində, mətbuatda və digər yerlərdə Qarabağ qaldırmışıq. Amma Güney Azərbaycan məsələsi, Əlfəz bəyin bir yaxşı bir sözü var, deyir, Qarabağ gedən bir yol Təbrizdən keçir. Bəlkə bunları kimsə anlaya bilməz, çünki hər kəsin siyasi kafası yüksək deyil, aşağı səviyyədədir. Amma Güney Azərbaycan azad olmayana qədər, Quzey Azərbaycan şimaldan Rusiyanın, cənubdan İranın təsirinə qalacaq. Amma təsəvvür edin, burada bir Güney Azərbaycan dövləti yaranır. Qərbdən Türkiyə, Şərqdən Azərbaycan, cənubdan da Güney Azərbaycan. Üç Türk ölkəsinin arasında Ermənistan hansı siyasi addım ata bilər? Heç bir siyasi addım ata bilməz. Qalır şimal, quzeydən Gürcistan. Gürcistan Azərbaycanın iqtisadiyyatın Azərbaycan asılı bir dövlətdir və plus orada 700 min Azərbaycanlılar var və Ermənistanla sərhədli, Borçlarla sərhədli var və bu diplomatik cəhətdən və siyasi cəhətdən, region siyasi cəhətdən Ermənistan məhfələ gətirib çıxarır. Təbii ki, bir çox qüvvələr bunu istəmir. Hətta bəzi Türkiyəçilər formalaşıb Azərbaycanda, Türkiyənin tərəfini saxlayırlar və Güney Azərbaycan Türkiyə birləşir ki, Türkiyə Güney Azərbaycana dəstək olur. İnanın, 2000-ci ildən Əlfəz elçilə öləndən sonra nəyə ki Azərbaycan Türkü, ümumiyyətlə Türk dünyası yetim qalıb. İstər MHP-si, istər CHP-si, istər AK Partisi, Güney Azərbaycan, ümumiyyətlə Türk dünyasına heç bir marağı yoxdur. MHP millətçilikdən danışır. Güney Azərbaycanda məhv edilən Türk deyilmi? CHP insan haqlarından danışır. Güney Azərbaycanda məhv edilən insan haqları deyilmi? Demokratiya deyilmi? Yaxud AK Parti Erdoğan müsəlmançılıqdan danışır. Güney Azərbaycanda əzələn xristiyandır, hinduistdir, müsəlmandır da, səndən də yaxşı müsəlmandır. Ona görə burada istər MHP-si olsun, istər CHP-si olsun, istər müsavatı, istər yapı, istər AXCP-si, hər bir şəxsin hakimiyyət davası var. Hər bir şəxsin öz siyasi maraqları var. Heç birinin millət marağı yoxdur. Ona görə Azərbaycan gəncliyi, xüsusilə Azərbaycan gəncliyi və Azərbaycanın quzeyində bir 5-10 dənə düşünən bir ziyalı var. 5-10 dənə. O, bugün minlərlə ziyalısı var, alimin ziyalı. Onlar ziyalılığına millət düşmür. Onlar öz elmi dərəcələrini yüksəltmək üçün düşür. O 15 dənə ziyalı və Azərbaycan gəncliyi birləşməlidir. Heç kəsdən dəstək almadan Güney Azərbaycanı qaldırmalıyıq, Qarabağı qaldırmalıyıq və Qarabağda görəcəksiniz, 18-də Qarabağ 18 metr əlləyə bilməmişik, 3 müşketlərin əlində qalmışıq. Qarabağ da Güney Azərbaycan kimi əsirlikdə qalacaq və ondan sonra biz Qarabağı qaldırın, deyəcək ki, Qarabağı qaldırmayın, Ermənistanın daxil işinə qarışırsınız. Təbrizdə bir şey anlayın, Təbrizdə Qarabağ şimdi işğal olunub. Nə yazıqlar ki, başımızda duranların vicdanı və qeyrəti çatmayıb, ala bilməyib, 35 milyon insan orada əzilib və indi qaldırmaq istəyirik. Və indi də proseslər demokratiya gedir. 21-ci əsr imperializm əsri deyil. İstər Rusiya olsun, istər İran olsun. Bunlar yaşamayacaq. İstər Çin olsun, istər digər olsun. Bunlar nə zamansa dağılacaq. Amma bir şey düşünün. Türkiyə ilə Güney Azərbaycan sərhədinə kütlə yerləşdirilir. Bu ağıllı və düşünmüş bir siyasətdir. İstər İran olsun, istər Qərb olsun, istər Amerikası olsun. Bilir ki, nə zamansa Güney Azərbaycan azad olacaq. Bunun bir zamana ehtiyacı var. 5 ilə, 10 ilə, 50 ilə. Amma Güney Azərbaycan azad olarsa, Türkiyə, Güney Azərbaycan, Quzey Azərbaycan birləşə bilər, Oğuz birliyi yarana bilər və Türk dövlətləri ola bilər burada. Ona Kürdistan yaradacaq, orada Kürdlər salır ora və bunun qarşısını almaq üçün. Bu çox düşünmüş bir siyasətdir. Bunun qarşısını almaq lazımdır. Ona görə Güneydən danışmaq, Qarabağa göz yummaq demək deyil. Qarabağdan danışmaq, Borçalı göz yummaq deyil. Borçalıdan danışmaq, Dərbəndə göz yummaq deyil. Bu mənim haqqımdır, mənim millətimin haqqıdır. Və bəzi liberalist, solçu, dırnaqarası demokrat dostlar mənə deyir ki, siz millətçisiniz.
Millətçi əgər millətin haqqını qaldırır, millətin dərdini deyir, vətənin dərdini deyirsə, əgər bu pisdirsə, bu nəyə pisdir ki? Bu haqlı bir şeydir. Gedək bir Amerika, Strasburg şəhəri var. İllərlə Almaniya, Fransa, Strasburg şəhəri üzərində dava edib. Əgər bu vətən, millət o qədər önəmli deyilsə, versin də Almaniya şəhəri, niyə vermir ki? Ona görə hər bir dövlət üçün, hər bir millət üçün öz torpağının 1 metrdə əzizdir. Biz metr yox, çox təəssüf ki, minlərlə kvadrat kilometrimizi itirmişik və indi ayrılıq. Çünki indi yeni bir gənclik gəlir, yeni təfəkkürlə gəlir. Dünənki bizim o qocalar kimi bir cibində müstəqil Azərbaycanın biletini, digər cibində Kommunist Partiyasının biletini daşımayıb. İndiki gənclik düşünmür bu hansı partiyada, hansı siyasi hakimiyyətdir. Bizim üçün önəmli deyil hakimiyyətə kimdir. Yap olmur, digər olsun. Bizim üçün önəmli ki, bizim Qarabağımız ən az dəstək vermirsə, mane olmayın. Ən azı. O Əjdər bəy dediyi kimi, o şeytan yuvasının qabağına biz gedəndə bizi döyməyin, bizi saatlarla içəridə saxlamayın, bizi təhqir etməyin, İranın daxili işinə qarışmayın deməyin. Yaxşı, Təbrizdə mart ayında bir qrup hicablı qadın apardı, hicab turladı bizim konsulumuzda. Dedi ki, bunu verin Mehriban Əliyevə geyinsin. Təhqir etdi bizim birinci xanımımıza. O zaman İran hakimiyyəti o xanımları, o insanları həbs etdi mi? Həbs etmədi. Ona görə Azərbaycan hakimiyyəti bu məsələyə diqqət etməlidir. Bu məsələni qaldırmalıdır. Bu dövlətin borcudur və Azərbaycan vətəndaşlarının hər bir haqqını buna qaldırmalıdır. İmarət klubundan Elnur bəyə söz vermək istəyirəm. Bu mövzu ilə bağlı əsas bu işi görən gənclərdir. Hansı ki sizlər və bunu da oyunlarda göstərdiniz. Bir gənclər olaraq sizcə bu işi tərəfdaşlıq eləyərək, dəstəkləyərək az deyilmi bunun sayı? Biz məsələn videolarda, oyunlarda gördük, çox azdır. Gəncliyin bu işlə bağlı, elə imarətin özünün bu işlə bağlı nə işlər, bunu daha sonra nə işlər görməyə planlaşdırır və gənclik barədə nə düşünür? Artıq bir iş görmüşük, BMT-yə müraciət eləmişik ki, Azərbaycan İmarət Fan Klubu müraciət eləmişik BMT-yə. Güney Azərbaycanda Azərbaycanlıların, bizim soydaşlarımızın haqları pozulur. Və məktub yazmışıq BMT-nin baş katibinə. Bundan başqa biz, ümumiyyətlə biz görüşlər keçiririk, fərdi olaraq cavanlarla, gənclərlə və bu məsələləri biz qabardırıq. Onların şuurlarına yeritmək istəyirik ki, bizim orada mənim qardaşım başqa bir dövlətə keçibsə, oranın vətəndaşlığını alırsa, o demək deyil ki, mənim qardaşlığımdan çıxıb. Cənubda yaşayanlar da mənim qardaşlarımdır, bacılarımdır. Onlara qarşı olan haqsızlıq, təzyiq mənə qarşı olan təzyiqdir, mənim ailəmə qarşı olan təzyiqdir. Mən də istəyirəm ki, bir vətəndaş kimi, Azərbaycan gənci kimi, imarətçi kimi istəyirəm ki, hər bir ailədə analar öz övladlarına bunları qarşılarını almasınlar, əksinə onları təbliğ eləsinlər ki, onlar da öz uşaqlarına, axır əvvəl mən inanıram ki, Azərbaycan bütöv olacaq. Ümumiyyətlə, gənclərin bu işlə olan, belə deyək, istəyimi, marağımı, qorxusu mu ola bilər? Səncə bu səbəb ola bilərmi ki, dəstək alır? Ümumiyyətlə, şəxsən öz adımdan deyim, mən xəbərim yox idi, düzü. Çünki Azərbaycanın təbliğat azdır. Bəy buyurdu ki, televiziyada vermirlər, saytlarda vermirlər. Ancaq mən Facebookda gördüm, ondan çox təsirləndim. Bildim ki, mən də buna mövqeyimi bildirməliyəm. Yəqin ki, gənclərin kifayət qədər ona dəstək olan gənclər var. Yəni, ürəyində o hissləri yaşadan gənclər var, ancaq onların qarşısını almaq lazım deyil. Əksinə dəstək olmaq lazım deyil gənclərə. Evimizə gələn sualları tez-tez səsləndirmək istəyirəm. Güney Azərbaycan azadlığa çıxandan sonra sizcə ayrı bir dövlət olacaq, yoxsa Azərbaycana birləşəcək? Bir də mümkündür Güneydəki üsyanın hansısa bir başçısı varmı? Bilirsiniz, xanım, əgər sual mənədirsə, demək ki, bu günləri dünyada karizmatik liderləri gözləmək, onların gəlib yetişməsini, bölgədə də demək ki, mən də təhcə bir formulda deyim, müsbət açıdan Əbülfəz Elçibəydən sonra bu bölgədə və mənfi açıdan Səddam Hüseynlə Xumeynidən sonra karizmatik elənci bir şəxsiyyətlərin çıxması da olan üçün 21-ci əsr necə ki, Türkün əsridir, millətlərin. İndi siz baxın görün, bax, Libiyada, Tunezdə, demək ki, Yəməndə, Misirdə və hətta demək ki, Suriyada elənci bir şəxsilər daha yoxdur. Və hətta Almaniya, hanı Helmut Kohl? Alman birləşir. Elənci, amma millətlər həyatdadır. Söhbət millətin söhbət. Hər yeri yetişəndə də, Azərbaycanın güneyində də yüzlərcə partiya olacaq, yüzlərdə lider çıxacaq. Ancaq bir məsələ var. Zamanı gəlibdir, elə sizin bu internet televiziyasıyla deyək, 20 neçə ildən sonra qabaqdan. Məsələn, zaman-zaman Əbülfəz Elçibə ilə biz söhbət eləyəndə deyir ki, Şeyx Məhəmməd Xiyabanının marağında idi ki, Azərbaycan bütöv olsun. Pişəvərin də belə yazısı var. İndi məsələ var ki, bəli, biz demək ki, Azərbaycanın bütövlük məsələsini Əbülfəz Elçibəy qoyub və biz də Azərbaycanın güneyinin, Azərbaycanın quzeyi var, şimalı var
o demək ki, bugünkü cumhuriyyətdir. Azərbaycanın güneyi var. Azərbaycan Cumhuriyyətinin güneyi Astara, Biyan Astarası, Lənkəran deyil. Azərbaycanın güneyi Təbrizdir, Ərdəbildir, Zəngandır, Həmədandır, Ərakdır, Saladır, Qoşaçaydır. Ona görə də Azərbaycanın güneyi müstəqil olacaq. Yəni bu bir platformadır. Bu demək ki 22 ildir bu söhbət olur. Azərbaycanın güneyində Güney Azərbaycan Türk Cumhuriyyəti yaranacaq. Bu da milliyyətçilik əsasındadır. Millətçilik bu günləri insanları yeyib. Yəni Sovet bir şey oturtmuşdu. Hər kəs millətindən danışsa, o nazistdir, o faşistdir. Bunu Sovet çıxartmışdı və qondartmışdı. Xomeyni də gələndən sonra dedi, millət yoxdur, ümmət vardır. Xomeyni Allaha qarşı çıxdı. Allah deyir ki, ben sizi şöbələrdən, millətlərdən yarattım. Bunlar dinə də qarşıdırlar. Ona görə ki, Ruslan bəy də söylədi Məhəmməd Əmbəy Rəsulzadədən. Yəni, bunlar millətlərin varlığını tanınsınlar. Bu, imperiyaların bir siyasətidir. Azərbaycanın güneyində platform var. Yəni, Azərbaycanın güneyi müstəqil olacaq. Bu, layiq dövlət olacaq. Azərbaycanın güneyində baxın gəncilər. Əsas gəncilər çıxırlar meydana. Bu insanlar dinə, məzhəbə qarşı deyirlər, amma layiqdirlər. Din ilə o dinçiligin arasında, millət ilə dinçiligin arasında bir fasilə qoyurlar. Deyirlər ki, dinin siyasətə qatışması gətirə bilər Tehran rejimi və Taliban. Deyirlər ki, din siyasətdən, din dövlətdən, din eğitimdən ayrı olmalıdır. Dinin də öz yeri olmalıdır. Baxın, görün Avropaya. Kilisaların qapısı açıqdır. Kimsə xoş gəlir, gedir. Həmişə də açıqdır. Təmiz, gözəl. Bir kəsi də zərər yetirmir. Amma İran adlanan yerdə sən kimsənin boynunu tutacaqsan, Şiə adına bir millətin demək ki, axırına çıxmaq istəyirsən Azərbaycan Türkünün ki, mən Şiəyəm, özdə bir şey istəyirlər deyərlər. Deyir ki, 100 milyon olan Şiə istəyir ki, 1 milyard 200 milyon İslam aləminə hakim olsun, özü də Fars şovinisminin təfəkkürü ilə, Fars şovinismin o düşüncəsi ilə. Ona görə də Azərbaycanın güneyində insanlarımız Farsla məsafə açıbdır. 4 il bundan qabaq gördürsünüz, millət ayağa durdu, mən Türkəm deyərək, haray-haray mən Türkəm deyərək, ayağa qalxdı, öz haqqını istədi. Yəni millət deyir ki, bu günləri millətlər azad olur və Azərbaycanın güneyi də azad olmalıdır və bəzi adamlar deyirlər ki, biz İranın həbsini götürəyim. Nəyə götürürsən? Sən istəyirsən ərəbə də ki, hakim olasan, imperiya yaradarsan, Bəluça da hakim olacaqsan, o zavallı Farsa da təzdən hakim olasan. Amma bizim millətçiligimiz millətsevərlikdir, vətənsevərlikdir. Demokrasi, azadlıq uğrunda mübarizə aparmaqdır. Çoxlar deyirlər ki, o İran adlanan yer demokratikləşsin Tehran. Sonra baxarım. Mən əsarətdə olanda, mən zəncirdə olanda, o nəzir demokrasidir ki, mən özüm əsarətdə olayam, zəncirdə olayam, baskıda olayam, sən mənə demokrasi gətirib deyirsən. O hansı azadlıqdır ki, mənim millətim azad olmur, sən azadlıqdan danışırsan, ona görə də Azərbaycan türləri, Azərbaycanın istiqlalına, Azərbaycanın güneyində qalıqlıqlar. İndi bir də soydaşımız da var. Bacarıqları çərçivəsində, nə bilim İranda indi federalçılıq istəyirlər, nə bilim ki, İranda mədəni fəaliyyət istəyirlər, əllərinə sağlıq, istəsinlər. Onlar verdilər, kimdə ki istəmir, istəyir. Ancaq bizim millətimiz, Azərbaycan Türkü bu günləri Türk dünyasının varlığı, o demək ki, o haqqını səsləyir. Haray-haray mən Türkəm deyir. Aha, Bəxtiyar bəy sual verir, Ruslan bəy, güneydə olan üsyan sizcə ərəb dünyasında baş verən üsyanlarla hansı əlaqəsi ola bilərmi? Ümumiyyətlə, bu Azərbaycan siyasi insanların fikirləridir. Əgər regionda inqilab varsa, bizə də inqilab olacaq. Əgər inqilab regionu amildirsə, Gürcüstanda 2003-cü inqilab oldu, Azərbaycanda heç bir dəyişiklik olmadı. İnqilab daxili bir məsələdir. Güneydə olan proses, ərəblə olan proseslərə oxşar deyil, fərqli bir məsələdir. Burada millətin azadlığıdır, orada insan haqlarının bərqərar olmasıdır. Güney Azərbaycanda proses, bir millət o dövlətdən ayrılıb, o imperialist rejimin öz dövlətini qurmaq istəyir. Amma ərəblər isə öz insan haqlarını bərqərar etmək istəyir. Ona görə Güney Azərbaycan məsələsi ilə digər məsələlərə oxşar etmək istəməzsin. O ki, qaldı İran məsələsini və din məsələsini Əcəbə çox gözəl vuruladı. İslam dini son yeganə dindir ki, insanpərvərlik və insan haqlarını qoruyan dindir. İslam demir ki, get hicab məsələsini taxmayana görə edəm et. İslam iki şey günah sahibir, Allaha danmaq, bir də insanı öldürmək. Xamneyin o quldurbazları, şeytanbazları gündə 3 nəfər insanı edəm edir din adı ilə. Və yaxud bir quyu qazıb, güya İmam Zaman oradan çıxacaq, bu addan insanlara pul qazanır. Quzey Azərbaycan insanları. Bəsdirin Farslar kimi sizə inandınız o dinçilərə. Dinin axırı yoxdur, fanatiklikdir. Məhəmməd Əmi demişdir, din məsciddə olacaq və insanlar o ibadət edəcək. Din siyasətdən azad olmalıdır, insanlar o məsciddə özünə haqq tapsın. Amma İran molla rejimi dini bir siyasi alət edib və son zamanlar göstərir ki, hakimiyyəti parçalama gedir.
Əhməd Necad deyir ki, Xamenei hökuməti şeytandan idarə edir, biri deyir cindən idarə edir. Bəsdirin bu uşaq miflərinə inandınız. Güney Azərbaycanın səsinə səs vermək lazımdır. Nə qədər gec deyil, nə qədər Quzey Azərbaycana İran öz alətlərini soxmayıb, nə qədər İran Quzey Azərbaycanda öz din siyasətinə millətimizin beynini yeməyib, biz Güneyin səsinə səs verməliyik. Sual var, Elnur bəy sual sizə vermək istəyirəm. Oral bəy soruşur ki, mənim belə bir sualım var. Quzey Azərbaycanda Güney dəstək olmaq üçün keçirilən aksiyalara vahid mərkəzini idarə etmək üçün hansı təşkilat yaratmaq mümkündürmü? Bunu həm də belə bir sualla nəzərləmək olar. İmarətin özü bir təşkilat kimi fəaliyyət göstərə bilərmi və yaxud belə bir təşkilat yarana bilərmi? Ümumiyyətlə. Məncə, bir mərkəzdən deyəndə ki, hərə öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Ya, onlar qabağa düşsələr, düz bir siyasi qurum deyilik, yenə də təkrarlayıram. Hər bir vətəndaş borcudur ki, öz mövqeyini bildirsin. Belə. Burada Zaur Salman sual verib, sonra Vüsal bəy sual verib. Mən vaxtın azlığına görə hamısını səsləndirə bilməm. Ayan xanım sual verir ki, İranda baş verən üsyan bütün İranı bürünmə ehtimalı varmı? 100%. Ruslan bəy, bağışlayasınız. Qısa Məsələ buradadır ki, aya bu İran adlanan yerdə insanlar soruşmur ki, nədəndir bu 12-ci imam şiələrin, müsəlmanların gözlədici Həzrəti Mehdi bu Əhməd Nəcadla ki, vaxtilə işgəncəgər olubdur və insanların başına son gülləni vurub, deyir ki, mən İmam Zamanla danışıram, o mənim arxamda durub və dövlətin iclasında bir boş qap qoyur ki, də İmam Zaman orada yemək yeyir, yəni böyük günah və gedir başını quyuya soxur ki, deyir İmam Zamanla danışıram. İmam Zamanla danışırsan, bəs 700 milyardır ki, indi məclisdə danışır, hara gedib? Və deyirlər ki, bir həftədir, 3 milyard dolar pılı sənin adamın götürüb gedib, hara gedibdir? Və yaxud demək ki, İran adlanan yerdə 5 milyon qadını siz satışa qoyubsınız. 750 min nəfər uşaq Tehranın küçələrindədir. 14 milyondan 24 milyon arasında insan demək ki, işsizdir. Gənclər işsizdir. Zindanlar doludur. AIDS xəstəliyi hər yanı tutub aparır. Və yaxud demək ki, hər yerə də terörist göndərirsiniz. Yəni, bunlar hamısı göstərir ki, Təbrizdə elə bilirsiniz, təhcə Azərbaycanda Güney problemidir. Güneydə göl problemidir, bağışlar göl problemidir. Təbrizdə demək ki, sən gedirsən, o traktor zavodu ki, ən böyük zavoddur, onun dəmir o şöbəsində 750 nəfər, 800 nəfər fəhlə çalışır. Neçə həftə tutubları basırsan zindana, ildən artıqlı maaşlarını da verməyibsən. Özlərini də şabatlayırsınız, çöldə də media ilə danışmayın. Danışsa sizi yerindən yeksan edəcək. Təksə budur. Bəs niyə Tehran bazarı bağlayıb, parça bazarı bir ayda bağlamışdır, Qızıl bazarı bağlayıb. Bəs niyə bir-birinizi deyirsiniz? Xamenei deyildi ki, bu Əhməd Necad 3-cü minillici möcüzəsidir. İndi Xamenei deyir ki, bu cin tutandır. Bunun ətrafındakılar cin tutandılar. Biri durub İrandan danışır, biri də Virandan danışır. Amma bunların hamısını istəyirlər gətirlər, Azərbaycanların başında sındıralar. Amma rejimin İran adlanan yerdə inqilabların iyisi gəlir. Mən demirəm. Bunu Amerikanın Müdafiə Nazirliyi deyil. Mən demirəm, bu İngiltərənin ki, həmək olar suyu piyə-piyə içərlər, onun demək ki, bu günləri Xarici İşlər Naziri deyil. Mən demirəm, bunu Tony Blair deyil. Deyir ki, yəni İran adlanan yerdə day bu kası o qədər daşıbdır ki, bu günləri İran adlanan yerdə inqilab gedir. İnqilab havası var. Amma bizim davamız, bizim savaşımız Tehranda inqilab, Tehranda nə bilim demokrasi, azadlıq, hamıya biz azadlıq istəyir. Hətta o Fars zavallıya da istəyir ki, rahat yaşasın, qonşu kimi yaşasın. Amma Azərbaycanın güneyində gedən hərəkat milli demokratik azadlıq uğrunda gedən hərəkatdır. İstiqlal hərəkatıdır ki, bu Fars şovinisminin və onun fitnələrindən qurtarsın. Təşəkkür edirəm. Ruslan bəy, son olaraq sual vermək istəyirəm. Deyək ki, bu ixtişaşlar baş verdi və deyək ki, Güney Azərbaycandakı bu hərəkata görə İran rejimi imkan vermədi və yaxud köç başlandı. Yəni, bu söhbətimiz əvvəldə də bu məsələ ilə bağlı. Köç başlandı və o Güney Azərbaycandakı 35 milyon, həm Quzey Azərbaycan, həm də bütün dünyaya paylansın. Oradakı torpaqlarının aqibəti necə olacaq o zaman? Təbii ki, Güneydə gedən elə bir proses var ki, heç zaman o gölün qurudulmayacaq və İran geri çəkiləcək. Regional bir amil var. Hər kəs bilir ki, Suriyadan sonra ikinci bir addım İranadır. İranda demokratik bir proses dəyişiləcək, yeni bir hakimiyyət gələcək. Sadəcə biz istəyirik ki, bu yeni demokratik prosesdən, hərəkatdan Güney Azərbaycan türkləri öz azadlığını və hüquqlarını alsınlar o cəhətdən və heç zamanda Ürümqi gölü qurudulmayacaq. Çünki Ürümqi gölünün qurudulması orada milyonlarla insan ayağa qalxması deməkdir və hər kəs də bilir ki, 52-60% əhalini Güney Azərbaycan türkləri təşkil edir. Hətta Tehranın 50%-i Güney Azərbaycan türkləridir və o insanlar qalsa İran dövləti dağıla bilər. Ona görə göl qurudulmayacaq, amma Allah arasında göl qurudulsun, millət ayağa qalsın. Biz də bunu istəyirik. Xanım, bağışlayın, mən bir dənə balaca bir bəyə sözünə qüvvət bir söhbət var.
vaxtilə Putin də bu Gürcüstana baskı yapanda deyirdi. Sonra da bu Wikileaks'in yazıları yayılır ki, yayırlar bilə-bilə ki, Azərbaycan prezidentinin ağzından ki, əgər Azərbaycanın güneyində hərəkat güclənsə, Azərbaycan Cumhuriyyətinə demək ki, yüz minlərcə insan gedir. Birinci, gəlsinlər. Nə olar ki, vətənə gəlirlər. İkinci, 90'larda sərhədlər pozulanda, o Sovyetin o murdar sərhədləri götürüləndə, Azərbaycan Cumhuriyyətindən 10 minlərcə adam getdi güneyə və yaxşı qarşılandı. Qucaq açdılar və bura gələn insanlara da qucaq açıldı. Və sabahlar bu ortadan bu oyuncaq sərhədlərdə indi bu günləri ondan teröristlər keçir. Sabah Azərbaycan Türkiyə keçsə, Azərbaycan Cumhuriyyətinə heç bir zərər dəyməyəcək, onun ekonomisi güclənəcək, onun turizmi güclənəcək, erməni bəlası azalacaq, Azərbaycana hər tərəfli xeyir gələcək. Buyurun Elmas. Mən istəyirəm buradan səslənəm valideynlərə, bir də müəllimlərə, heç kim onlara mane olmaz. Qoy bu məsələləri təbliğ eləsinlər. Uşaqların beyninə yer etsinlər. Bir də istəyirəm ki, bildirəm ki, inşallah zülüm kimin təpəsindədirsə, biz də onun təpəsində olacağıq. Təşəkkür edirəm qonaqlarımıza. İzləyicilərimizə təşəkkür edirəm suallarınıza görə. Bəzi suallar var idi, səsləndirə bilmədik. Bu elə bir mövzudur ki, əlbəttə ki, bunu biz yenə bu mövzuya qayıdacağıq. Nə qədər ki, Güney Azərbaycan mövzusu olacaq, biz yenə bu mövzu ilə bağlı efirimizdə qonaqlarımız da olacaq, mövzumuz da olacaq. Təşəkkür edirəm bir daha. Xatırladım ki, siz qonaq verişinə baxdınız. Gələn həftə görüşənədək sağ olun.